Bismillahirrahmanirrahim. Salamu aleykum və rəhmətullahi və barakatuhu. Son zamanlarda bu şərəfsiz Jeffrey Epstein barəsində xəbərlərdə, mətbuatlarda, sosial şəbəkələrdə gördüyünüz və eşitdiyiniz bu cinayətlər ki törədibdir. Bu barədə bir neçə söz danışmağı istəyirəm. Bunun cinayətləri nədən ibarətdir və nə işlər görübdür və həmçinin hansı hökumətlər, hansı dövlətlər, prezidentlər, hakimlər bu cinayətlərdə əlləri vardır, şərikdir bu cinayətlərə və sonda Şiənin əqidəsini, hədəfini bu dövlətlərin müqabilində, qarşısında və bu cinayətlərin qarşısında, bu hakimlərin qarşısında nədir, hədəfimiz nədir, bunu sizlərə çatdıracağam. Deməli, əzizlər, son zamanlarda Amerikanın ifşa etdiyi sənədlərdə göstərilir ki, Jeffrey Epstein bir adada fəsad və fəhşa törədərək, xəlq edərək, orada minlərlə, yüzlərlə qızları, balaca, az yaşlı qızları, oğlanları aparır ora və orada onlardan nə həddə, nə qədər sui-istifadələr eləyir. O cümlədən onlardan cinsi təərrüzlər, təcavüzlər eləyirlər və həmçinin onları qurbanlıq eləyirlər. Kim üçün qurbanlıq eləyirlər, onun da sənədi ifşa olunubdur. Son zamanlarda elə ifşa olunmuş sənəddə bildirilir ki, Epstein'in bank kartının adı Bəəldir. Bəəl, əzizlər, qədim zamanlarda şeytani bir ilaha deyərlər. İbranilər Yəhudiyyətə daxil olmamışdan qabaq həmən şeytan ilahı pərəstiş eləyirdilər. Və bunu göstərir ki, bu məsələ bunu göstərir ki, bu cinayətlərdə şeytanpərəstlərin də nüfuzları vardı, Sehyunist Yəhudilərin də nüfuzları vardı, əlləri vardı və əslində bunlar başçıdılar orada. Dünya ölkələrindən uşaqları tutub, aparıb, oğurlayıb, aparıb orada qurbanlıq eləyirlər, odun üstündə qızardırlar, yandırırlar, başlarını kəsib qurbanlıq verirlər orada. Bunu göstərir ki, bunların başçıları şeytanpərəstlər, şeytan qrupları və Sehyunist Yəhudilərdilər ki, şeytanpərəstlərlə əlbirdilər. Və bu cinayətlər ki, orada törənibdir, deməli, bu cinayətlər bunu göstərir ki, dünyada artıq insaniyyət ölübdür. İnsaniyyət anlayışı ölübdür. Və digər cinayətlər ki, orada törədirlər, onları bişirib yemələridir. Özləri orada, onları, o uşaqları orada başlarını kəsib və istəmirəm bu haqda çox danışam, orada qızardı və onları yemələridir. Yəni, bu cür bir heyvan sifətdilər, qərb vəhşi ölkələrin hakimləri və orada o cinayətləri törədənlər. Deməli, əzizlər, digər tərəfdən isə hansı dövlətlərin, hakimlərin əlləri vardı bu cinayətlərdə? 1. Amerika. Amerika dünyanın super prezidenti kimi özünü təqdim eləyən heyvan Donald Trump bu heyvanın adı yüzlərlə dəfə həmən Jeffrey Epstein'in o ifşa olunmuş sənədlər ki vardı, orada keçir. Və hətta şəkillər, videolar ki, orada nə cinayətlər eləyibdir, təərrüzlər, təcavüzlər, onlar da hamısı göstərilibdir. Deməli, əzizlər, təkcə Donald Trump yox, onun deməli, nazirləri, dövlətin nazirləri, Elon Musk'dan tutdu kimlərə qədər. Və həmçinin İngiltərənin padişahının, deməli, ailə üzvlərinin də orada son zamanlarda elə şəkilləri paylaşılıbdır ki, həmən yerdə o cür təcavüzlər eləyiblər, tərrüzlər eləyiblər balaca az yaşlı oğlanlara, qızlara. Onlar hamısı yenə də üzə çıxıbdır. Və həmçinin Sehyunist bu Yəhudilərin, İsraillər, həmçinin Avropa ölkələrinin deməli dövlətlərin hakimlərin ailə üzvlərindən, nazirlərindən də orada o cinayətlərdə əlləri vardı. Əzizlər, son zamanlarda Türkiyədə bax özləri yayıblar ki, ekspertlər danışırlar, xəbərlərdə, mətbuatlarda danışırlar ki, 8 ilin içində 100 mindən çox uşağı oğurlayıb aparıblar. Bu qədər uşağı təkcə o adaya aparmırlar. Başqa bir yerdə də Jeffrey Epstein'ə məmuriyyət veriblər ki, Ukraynada genetiki bir təhqiqat aparsınlar uşaqların üstündə, oğurlayıb aparırlar həmən yerlərə, həmən təhqiqat mərkəzlərinə. Və yaxud başqa digər ölkələrdə genetik təhqiqatı aparırlar, Yəməndən oğurlayıb aparırlar, Ərəbistandan, Suriyadan, İraqdan, digər ölkələrdən ki, nə qədər uşaqlar oğurlayıb və aparırlar həmən təhqiqat mərkəzlərinə. Deməli, əzizlər, bu dövlətlər ki, bu cür cinayətlər eləyibdir, sizcə, deyin görüm, sizcə sülh istərlər dünya üçün? Sizdən mən sual soruşuram. Bəzi insanlar vardı, bizlərə deyirlər ki, Şiə nə üçün bu qədər bunlarla, Yəhudilərlə düşmənçilik eləyirlər? İsraillə, Amerika ilə, İngilislə niyə bu qədər düşmənçilik eləyirlər? Nə üçün bəs biz düşmənçilik etməyək? Bunlara cavabım budur. Niyə düşmənçilik etməyək bunlarla? Niyə bunların müqabilində durmayaq? İstəyirsiniz nə baş versin?
Bu həddə dünyanı fəsada, fəhşaya çəkiblər. Bəs artıq nə istəyirsiniz? Amerika dövləti, prezidentləri ölkələr üçün sülh istəyirlər. Sülh istəyirlər, yaxşılıq istəyirlər. Deyirlər ki, biz bunları özümüzə dost bilirik. Amma hər bir prezidenti mən sizlərə danışıqlarını göstərərəm. Amerikanın hər bir prezidenti olubdur, gəlib deyibdir ki, məsələn, biz Əfqanistan millətinə sülh istəyirik. Onlar üçün kömək aparırıq, kömək eləyirik. Amma Əfqanistana baxın, hələ də özünə gəlməyibdi Əfqanistan. Başına görün nə oyunlar getdi. Minlərlə insanı öldürdülər orada. Digər ölkə, Suriya ölkəsində dedilər ki, Suriya üçün biz sülh istəyirik. Onları istəyirik, əmin-amanlıqda saxlayaq. Suriya hələ də batlaq içindədir. Suriya görün nə hala qalıbdı. Nə vəziyyətdədir Suriya? Dedilər ki, biz Libiya üçün Qəzzafi diktatordur. Biz Libiya üçün sülh aparmaq istəyirik. Onların insanlarını özümüz, öz insanlarımız, öz millətimiz kimi bilirik. Amma baxın Libiya ölkəsinə, görün başına nə oynaşdılar və hətta İrana indi də deyirlər. İndi də bu heyvan Donald Trump deyir ki, biz İran üçün sülh istəyirik, İran milləti üçün sülh istəyirik. Amma baxıb görürük ki, bu 12 günlük müharibədə nələr etdilər? 1200-dən, 1200 ya min neçə yüz insanı öldürdülər. Adi insanları qırdılar, körpələri qırdılar, qadınları qırdılar. Necə olur? Mənim belə bunlara sualım budur ki, necə olur başında xərçəng olan bir insan, bir qız Məhsa Əmini adındakı polis bölməsində ölübdür. Bunun üçün böyük bir ixtişaşlar yaratdılar. Amma necə olur? Məhsa Əmini kimi qızlar da elə Avropa ölkələrində yaşayır. Gündə yüzlərlə qadına təcavüz olunur Avropa ölkələrində. Niyə bəs dillənmirsiniz? Niyə danışmırsınız? Niyə dövlətlər, Avropa dövlətləri, nə bilim Amerika dövləti, İngilis, İsrail, niyə bunlar danışmırlar onlar barəsində? Amerikanın özündə nə qədər qətllər olur belə, qadınları qətlə yetirirlər. Özü də haqsızcasına. Nə üçün bəs Amerika dövləti bu barədə danışmır? Nə üçün millətin qabağını alır, cəmaatın qabağını alır və qoymur etiraz eləyərlər? Niyə? Siz deyin. Amerika dövləti ki, bəşər hüququndan danışır, deyin görün, bəşəriyyətdə heç özünün haqqı vardır, insaniyyətdə özünün haqqı vardır ki, gəlib bəşər hüquqlarından danışa. Prezident ki, bu cür az yaxşılı qızlara təcavüz eləyir, təərrüz eləyir. Görün bu adam yəni millətin, insanların hakimi ola bilərmi? Görün belə bir adam başqa bir ölkələrin arasında sülh etməyə layiqdirmi? Görün belə bir adam müsəlman ölkələrinə nə gözlə baxar? Müsəlman ölkələrini görün necə təhqir eləyər və eləyir və istəyir ki, məhv eləyə, aradan aparsın, apara müsəlmanları, İslam torpaqlarına. Bəs niyə buna biz dillənmirik? Niyə müsəlmanlar oyanmaq istəmir? Niyə müsəlmanlar hələ də yatıbdır? Niyə? Nə üçün? Bir, Netanyahu kimi şərəfsiz bir insan ki, 72 min insanı tonlarla bomba töküb Qəzzəyə, Fələstinə öldürüblər. Deyin görüm, əgər bəşər hüququ bizim üçün vardı, onlar üçün yoxdur. Deyin görüm, əgər bir qadın İslam ölkələrində ölsə, məsələn, dövlətləri tərəfindən öldürülsə, ya ölsə, hər bir halda ona dünyanı laxladırlar. Amma orada özləri o cinayətləri törədirlər, ona heç bir kəs gərək dinməyə, danışmaya. Niyə bunlar cavabdeh deyirlər heç bir yerə? Niyə bunlar ki, bu qədər təşkilatlar qurubdur, nə bilim, beynəlxalq təşkilatı, bəşər hüquqları təşkilatı, nə bilim, nə. Bunlar hara cavabdehdilər? Ancaq şuar verirlər, ancaq danışmağı bilirlər. Əməli yoxdur burada. Bəşər hüququndan danışırsan, beynəlxalq təşkilatından danışırsan, apar beynəlxalq təşkilatını vur Fələstinin ortasında. Apar bəşər hüququnun təşkilatının o binasını vur Fələstinin ortasında. Denən bura beynəlxalq təşkilatlarıdır. Bəşər hüquqları burada icra olunmalıdır. Həqiqətən əməl etmək istəyirsənsə, həqiqətən bu sözləri danışmaq istəyirsənsə, əzizlər, Sehyunist Yahudilər alıblar bu təşkilatların hamısını. Öz adamlarını oturdular orada və buna görə də heç birisi cavabdeh deyil bu məsələlərə. Fələstin məsələsində əzizlər, siz elə bilirsiniz ki, ərəb hakimləri, ərəb dövlətləri ala bilməz bir günün ərzində. And içirəm Allahın izzətinə ki, əgər ərəb dövlətləri, hakimləri qeyrəti qalxsa, əgər qeyrəti gəlsə üstə insaniyyəti başa düşsələr, əlbir olub bax bugün bu saat Fələstini, Qəzzəni alarlar. Siz elə bilirsiniz, ala bilməzlər. Vallah ala bilərlər. Amma nə üçün ala bilmirlər? Söz buradadır. Həmən bax bu Jeffrey Epstein barəsində bu fəsad, fəhşa sənədləri ki, ifşa olundu, ərəb ölkələrinin
dövlətlərinin, hakimlərinin adları orada keçibdir. Bəhreynin, İmaratın, Kuveytin, Ərəbistanı, Saudiyyənin, Mərakeşin, Misirin, nə bilim, hansı xarabaların, onların hamısının adları keçibdir və hakimlərinin, hətta bu şərəfsiz vəhabilərin hakimləri, vəliəhdləri, Ərəbistan, Saudiyyənin vəliəhdi, deməli Bin Salman, Jeffrey Epsteinlə şəkil çəkilibdir həmən yerlərdə. Deyin görüm, bu fəsad, fəhşanı törədənlər elə bilirsiniz ki, Fələstinə kömək eləyə bilərlərmi? Xeyr. Bu saydığım ölkələrin hakimləri, hakimlərin ailə üzvləri, nazirləri, böyükbaşları, hamısı demək olar, neçəsi, hamısı yox, neçəsi orada olublar. Buna görə də ərəb hakimləri qalxıb Fələstindən himayət edə bilmirlər. Niyə? Çünki əgər qalxsalar o tərəfdən ifşa edəcəklər sənədləri və cüz'iyyatına qədər ifşa eləyəcəklər bunları və ona görə də abırların aparacaqlar o ərəb ölkələrinin hakimlərinin və milləti qaldıracaqlar bunların əleyhinə. Ona görə də bunlar lal olub susublar və Fələstində minlərlə müsəlmanı orada öldürürlər, Sehyonist Yahudidir və danışmır. Ərəb qeyrəti ölübdür. Təkcə ərəb yox, İslam dünyası ölübdür. Təkcə baş qaldıran Şiə məzhəbidir. İndi bu Şiə məzhəbinin hədəfi nədir? Bizim məzhəbimizin hədəfi, biz Şiələrin hədəfi nədir? Bunu sizlərə deyim. Əzizlər, bu ki, bu qədər bizə deyirlər, sual verirlər, nə üçün Şiələr bu qədər düşmənçilik eləyir Amerika ilə, İngilislə, İsraillə, Yahudilərlə, filanla. Baxın, nə üçün mən sizdən bu sualı soruşam? Nə üçün düşmənçilik etməyək? Nə üçün bunların müqabilində, qarşısında dayanmayaq? Həzrəti Musa əleyhissalamın zamanında hələ Həzrəti Musadan qabaq onlarla peyğəmbəri ki öldürürdülər, başlarını kəsirdilər Yahudilər. Həzrəti Musadan sonra da gəldilər, təhrif etdilər kitabı. Həzrəti İsanı öldürməyə çalışdılar ki, Allahın izliyinə qabağı alındı. Həzrəti İsa'nın zamanından sonra nə qədər cinayətlər törətdilər. Bizim peyğəmbərimiz, İslam peyğəmbərinin zamanında Həzrət peyğəmbərimizlə onlarla müharibə etdilər və Həzrət peyğəmbərimizi dəfələrlə terror etmək istədilər. Həzrət Peyğəmbərimiz dünyadan köçəndən sonra bizi İslam ümmətinin başına nə oynatdılar? Yüzlərlə ixtilaf saldılar, müharibələr etdilər. İslam hökumətləri ilə, dövlətləri ilə bura qədər vuruşublar, müharibələr eləyiblər. Osmanlı imperiyası ilə nə qədər bu Sehyonist Yahudilər, Məsihlər müharibələr eləyiblər, döyüşüblər. Son zamanlarda da Fələstini 70 neçə ildir ki, Fələstini soyqırım eləyirlər insanların, müsəlmanların. Az yaşlı körpələrin üstünə tonlarla bomba tökürlər, torpaqlarını qəsb eləyirlər, torpaqlarını alıblar. İstəyirsiniz nə eləyək? Bütün işlərimizdə əl qatıblar. Yeməyimizdə, içməyimizdə, geyimimizdə, danışığımızda, mədəniyyətimizdə, siyasətimizdə, iqtisadımızda hər bir şeyimizi əl qatıblar. Təkcə müsəlmanlar yox. Dünya bəşəriyyətinin hər bir işini əl qatıblar. Dünya mədəniyyətini vurublar bir-birinə. Hamısını fəhşaya, fəsada aparırlar bunlar. Niyə bəs biz onlarla müqabilə edirik? Bax, bunlara görə. Allah yolunda biz bunlar ilə müqabilə edirik. Niyə Şiə Amerika ilə düşməndir? Niyə Amerikanı qəbul etmir? Çünki Amerika hər yeri ayağını basır, istər sülh adı ilə gəlsin, istər zülm adı ilə gəlsin, hər yeri ayağını basıbdır, məhv eləyibdir oranı. Myanmarından tutdu, Vyetnamından tutdu, nə bilim Ukraynasından tutdu, hər yer ağlınıza gəlir və saydığım keçən ölkələrdə, Əfqanistandır, nə bilim Suriyadır, İraqdır. İstəyirsiniz ki, biz müqabilə etməyək, bəs kim müqabilə etsin? Vəhabilər, Ərəbistanı, Saudiyə, Amerika ilə əlbirdir. Amerika özü deyir ki, Ərəbistan, Saudiyyə sağmal inəkdir. İnəkdir ki, sağırsan orada. Südün sağırsan, axırda da başın kəsirsən, gedir işinə. Ərəb ölkələri artıq qeyrətdən düşübdür. Ərəb ölkə, əlbəttə millətin demirəm, əstəğfurullah. Ərəb ölkələrinin dövlətləri, baxın Livan dövlətinə ancaq danışır keçəl. Ancaq danışır o axmaq. Livan dövlətinin başçısı, hakimi. İsrail gündə vurur oranı. Amma necə olub? Ölübdür. Danışmır. Və bu tərəfdən də hələ istəyir ki, Hizbullah xəl-islah olsun. Silahların qoysun yerə. Kül olsun belə hakimin başına. Bu tərəfdən siz baxın Suriyaya. Əlci olanı dünənki terrorist səyahəsində idi. Amerika başına mükafat qoymuşdu. İndi olubdu Suriyanın prezidenti, hakimi olubdu. Bu tərəfdən İsrail torpaqları işğal eləyə gəlir. Bu isə deyir ki, yox, mən onlarla müharibə eləmirəm, mən ancaq bu tərəflə müharibə eləyəcəm. Şiələrlə gedib müharibə eləyəcəm. Kül olsun sizin başınıza. Şiə buna görə durubdu İsrailin qabağında, Amerikanın, İngilisin, vəhşi qərb hakimlərinin qarşısında buna görə durubdu. Bunlar əzizlər şeytan əsgərləridir. Şeytan ordusudur.
şeytan ordusunun qarşısında gərək ilahi bir ordu dayana. O da biz şiələrik.